tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bugün öz yüksəlişinin ən uca zirvəsindədir. Vaxtilə siyasət meydanlarından endirilmiş Azərbaycanın müstəqillik bayrağı yenidən Bakının Azərbaycanın üzərində dünyanın ən hündür bayrağı səviyyəsinə qaldırıldı və bugün səmadadır. 6B sinif şagirdlərin ifasında şeirləri dinləyək. Vətən ömrümüzdən o ayrı deyil, arxol, xoş gündə, bəlalı gündə, sən yalnız dünyada səcdəyə əyil, bayraq qarşısında, ana önündə. Vətən məhəbbəti göylərlə təndir, bayraq da, ana da, çünki vətəndir. Sərin meşələrdən biz keçiriksə, nahaq saf bulaqdan içmirik ki biz. Əgər ki bayrağı biz seçiriksə, anayla vətəni seçmirik ki biz. Qəzəb qılıncını çıxar haqqından, insanda bu qədər dözüm olarmı? Vətən can çəkirsə taxtaq altında, bizim yaşamağa haqqımız varmı? Üst tutur xaricə zəka axını, o yerdə var dövlət taparam deyə, unudub vətənin ağır çağını, kaş yollar getməsin vətənsizliyə. İnsan vətənsiz, başdır bədənsiz, biz nələr görmədik, Tanrı amandır, vətənə yadlaşan insanlar oldu. Vətən nə alınan, nə satılandır. Hər raca qoyulan vicdanlar oldu. Sabaha inanır qəhrəman insan. O millət dərdini daşıyacaqdır. Vətən üçün ölməyi
üçün, bu torpaq üçün canından keçən minlərlə şəhidin qanı var. Böyük iftixarla öpüb altından keçdiyimiz dövlət bayrağımızın müqəddəsliyini heç vaxt unutmamalıyıq. Biz inanırıq ki, üçrəngli dövlət bayrağımızı illərdir düşman tapdağı olan, altında olan və bizi zəfərə səsləyən doğma Qarabağımıza asacaq. İndi isə səhnə Türkün bayrağı mahnısı ilə çıxış edəcək olan 4 asli şagirdlərimizdir. kompozisiyasının dili ilə. Ki bu torpaqda Füzulimin qəlb oxşayan, könülləri fəth edən şeirləri, qəzəlləri var. Nə qədər ki bu torpaqda Koroğlumun nərəsi, düşmənin başını bir yana, leşini bir yana sərən Misir qılıncı var. Nə qədər ki bu torpaqda Üzeyrimin ruh dincəldən musiqisi, bəstəsi var.
Nə qədər ki bu torpaqda Sabirimin, Cəlilimin gah güldürən, gah ağladan söz sənəti var. Nə qədər ki bu torpaqda bayrağımı dünyanın müxtəlif ölkələrində zirvəyə qaldıran iradə, namiqi mezunum var. Nə qədər ki bu torpaqda öz canını vətən uğrunda qurban verən Əbu Bəkir kimi minlərlə şəhid qəhrəmanlarımız var. Ne kadar ki bu torpakta Ulu Önder Heydər Əliyev'in yolunu devam ettiren İlham Əliyev gibi prezidentim var. Bu üç renkli bayrak daim zirvelerde dalgalanacak. Bu bayrağın kölgesinde Mimar Ulu Önder'in Heydər Əliyev olan müstakil Azerbaycan daim var olacak. Əzəmətim, vüqarım, gurur mənbəyim olan bu üç renkli bayrağın əbədi dalgalanması için Misri kılıncım düşmana karşı amansız olacak. Kılıçtan da iti olan qələmin daha şanlı tarix səhifəm yazacaq. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan! Var olsun Azərbaycan dövləti! Var olsun Azərbaycan dövləti! Dalğalansın Azərbaycan bayrağı! Dalğalansın Azərbaycan bayrağı! Köksümüzü siper edip köşeyileri öptü şehit kanı akıp barış geri. Kısasını yağılardan biz alacağız. O sevgili bir bayrağı kaldıracağız. Kısasını yağılardan biz alacağız. O sevgili bir bayrağı kaldıracağız. And içiri, and içiri, and içiri biz. Babalardan miras kalmış ulu torpağa. Kalmayacağız nurlu hoş bir sabaha. And içiri, and içiri, and içiri biz. Üç şekere yol, üç renkli uca bayrağa. Yolumuza ömrümüz yalnız Allah'a. Al boynuma bir çileden iş olur dünya. Uğruna çok ilmeyen iş ağırlar. Kısasını yağılardan biz alacağız. O sevgili bir bayrağı dolduracağız. Kısasını yağılardan biz alacağız. O sevgili bir bayrağı dolduracağız. Andıcili, andıcili, andıcili biz. Vatanlardan miras kalmış ulu torpağa. Kalmayacağız nurlu hoş bir sabaha. Andıcili, andıcili, andıcili biz. Üç ülkeye yol, üç renkli uca bayrağa. Yolumuza ömrümüz yalnız Allah'a. Güzarına güneşten kurtar elimiz. Dökülmesin kollarımız attırsa seniz. Kısasını yağılardan biz alacağız. O sevgili bir bayrağı dolduracağız. Kısasını yağılardan biz alacağız. O sevgili bir bayrağı dolduracağız. Andıcili, yandıcili, yandıcili biz. Babalardan miras kalmış ulu torpağa. Ağlayacağız nurlu hoş bir sabaha. Andıcili, yandıcili, yandıcili biz. Üç kökere yol, üç renkli uca bayrağa. Yolumuza ömrümüz yalnız Allah'a. Andıcili, yandıcili, yandıcili biz. Kökere yol, üç renkli uca bayrağa. Yolumuza ömrümüz yalnız Allah'a. Yolumuza ömrümüz yalnız Allah'a. Yolumuza ömrümüz yalnız Allah'a. İlişkiyle çırpınan bütün Azərbaycanlıları, Respublikamızın gələcəyin hükmü baxan vətəndaşları dövlət bayramı günü münasibətilə təbrik edirik və tədbirimizin sonunda çıxış etmək üçün sözü məktəbimizin direktor müavini Rəfail Məmmədova veririk.
öğrencilər, əziz şagirdlər, bugün doğrudan da əlamətdar bir günün sorağına yığışmışıq. Təqvimizdə bir çox bayramlar var. Milli bayramlar, dini bayramlar və s. Lakin 9 noyabr bayraq günü elə bir bayramdır ki, hər bir Azərbaycanlının, təkcə Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlarının deyil, dünyada 50 milyonluq bir xalqın qürur hissi ilə keçirdiyi, qeyd elədiyi bir bayramdır. Və sözsüz ki, bugün məktəbimizin şagirdləri də bayraq sevgisini özlərinin dərk elədiyi formada şeirlərlə, mahnılarla, rəqslərlə, ədəb-bədii kompozisiyalarla qeyd elədilər. Və şagirdlərimizin bugün burada göstərdiyi bayraq sevgisi ondan xəbər verir ki, qədim zamanlardan bugünəcən bayrağın müqəddəsliyini qoruyub saxlayan, hər bir kəs üçün əziz olan dövlət bayrağına olan sevgi bugün də yaşayır. Və hər bir Azərbaycan vətəndaşının içərisində, hər bir Azərbaycan vətəndaşının qəlbində bu bayrağın Qarabağda, Şuşada dalğalanacağına inam hissi yaradır. Sözsüz ki, bayraq haqqında çox danışmaq olar. Bayraq hər bir kəsin mənliyidir, kimliyidir. Bayraq hər bir xalqın dünyada tanındığı pasportudur. Çünki bugün Azərbaycan bayrağı Azərbaycanın müstəqillik əldə etdiyindən 25 il keçməsinə baxmayaraq, yəni bu sözü ona görə deyirəm ki, gənc bir müstəqil dövlətdir. Lakin dünyanın bütün beynəlxalq təşkilatlarında dünyanın super dövlətlərinin bayraqları ilə bir sırada dalğalanır. Və sözsüz ki, bu bayrağın həmin sırada dalğalanması üçün Ulu Öndər Heydər Əliyevə, həmin yolu layiqincə davam etdirən Cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Və inanıram ki, Azərbaycan xalqı, Azərbaycan gəncliyi bu bayraq sevgisini dünyanın ən möhtəşəm bayrağının kölgəsində olan Azərbaycanı sevəcək, qoruyacaq. Bugün göstərdikləri sevgini daim yaşadacaqlar. Bu tədbiri sözsüz ki, ərsəyə gəlməsində, həyata keçməsində əziyyəti olan insanlar var. Məktəbimizin tərbiyə işləri üzrə direktor müavini İlham müəllimə, Uşaq Birliyinin rəhbəri Aygün müəllimə, İbtidai sinif müəllimləri Mələk müəllimə, Saray müəllimə, Fidan müəllimə, Ana dil ədəbiyyat müəllimi Lalə müəllimə, məktəb rəhbərliyi adından, Vüqar müəllimin adından şəxsən öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Burada iştirak edən hər bir şagirdə ayrı-ayrılıqda, xüsusi olaraq təşəkkürümü bildirirəm. Və adın çəkdiyim müəllimlərdən xahiş edirəm, buyursunlar səhiyyə, uşaqlar da onları burada görsünlər. Hər birinizdən xahiş edirəm, buyurun. Və zaldakı müəllimlərdən, şagirdlərdən bugün sizə zövq verən bu bayram əhval-ruhiyyəsində olan tədbiri hazırlayan bu heyətə ürəkdən bir alqış istəyirəm. Müəllimlərdən kiminsə sözü varsa buyursun. Saray müəllim. Əziz uşaqlar, mən də sizin hamınızı bayraq günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, gün o gün olsun ki, bizim bu bayrağımız Qarabağda, Şuşada, Xankəndində dalğalansın. Hamınız həmin günü görəsiniz, hamınıza qismət olsun. Çox sağ olun. Bir daha hər birinizə təşəkkür edirəm. Daim bayram sorağında, bayram tədbirlərində yığışaq. Hər birinizə minnətdarım.